15 fevral 2026-cı il tarixində Vəhdət Partiyasının Bərdə rayon təşkilatının təsis konfransı keçirilib. Konfrans iştirakçıları, partiyanın rəhbər heyəti və üzvləri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül çiçəklər qoyub. Ardınca Şəhidlər Xiyabanını ziyarət edərək vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Təsis konfransı Bərdə şəhər bələdiyyəsinin inzibati binasında baş tutub. Tədbirdə partiya üzvləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə partiyanın siyasi şurasının üzvü Nazim Hacıyev açıb. Ardınca partiyanın digər rəhbər şəxsləri çıxış edərək təşkilati məsələlər və qarşıda duran hədəflər barədə fikirlərini bölüşüblər. Konfransda Vəhdət Partiyasının Bərdə rayon təşkilatının yaradılması məsələsi səs verməyə çıxarılıb və yekdilliklə qəbul edilib. Daha sonra Elxan Əsədovun rayon təşkilatına sədr seçilməsi məsələsi müzakirə olunaraq səsə qoyulub və yekdilliklə təsdiqlənib. Bununla da Elxan Əsədov Vəhdət Partiyasının Bərdə rayon təşkilatının sədri seçilib. Çıxış edən natiqlər rayon təşkilatının yaradılmasını mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirib. Elxan Əsədovun sədr seçilməsindən məmnunluqlarını ifadə edərək ona uğurlar arzulayıblar. Sonda yeni seçilmiş sədr Elxan Əsədov göstərilən etimada görə partiya rəhbərliyinə və konfrans iştirakçılarına təşəkkür edib. O, Vəhdət Partiyasının nizamnaməsinə uyğun olaraq dövlətin və dövlətçiliyin yanında olacağını, partiyanın fəaliyyətinə fəal töhfə verəcəyini və bu etimadı layiqincə doğruldacağını bəyan edib. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.